lazımdır, danlamaq. Onu da qoysa amili danlamaq lazımdır. Cəl amillə neynəcək? Heç də Pepsi butulkası ilə şeydir. O yığır. Fikri başa düşdü necə? Həm adam olaraq ortaya çıxır ki, nədir? Bu gün sosial şəbəkədir də bu günləri qədər. Astığı qutardı. Tələbat odur. Demirəm, heç çıx ağzıma gələni danışdıqdan. Ancaq müəyyən bir şeylər var ki, o yəni zarafat olaraq da deyir amili danlamaq lazımdır. Hə. Deyir uşaqlar amil deyirəm, amil nə deyəcək indi də amillə bağlı keçinə. Pepsi butulkası ilə belə şey oynayırdı. Cəmaata orada maraqlı gəlir ki, amillə bağlı nə deyəcək indi? Bax, oturdun ki, mən 5 qrat dünya çempionuyum, 10 qrat nə bilim, nə qulaq as, elə belə filan kəs, bir dənə bunu verək, yığacaq nə bilim 30-dan baxış. Burada, ancaq mən filan kəsi vaxtında ağzını cırmışam. Deyəcəklər, kimin, gir baxacaqlar ki, məsələ kimə deyir bu? O biri adam da nəsə abratı nəsə deyəndə ki, nə vaxt bunu eləmirsən, o maraq yaranır ortada. Ancaq bizimkilər onu şeyə pafırladırlar ki, haradasan, bir dənə görüşürsən, mən xeyirlə bunu dedin, xeyirlə beylədin. Ona görə şey yoxdur, xayp yoxdur, ona görə idmançıları tanımırlar. Rusiyada idmançı yoxdur, aktordular. Aktordular. Bir də bu idmançıların çoxsunu indi araşdırsan, hamısı gənc vaxtlarında karate ilə məşğul olublar, judo ilə məşğul olublar, sambo ilə. Bunları açıqlamaq lazım. Bunlar, məsəl üçün, mənim uşaqlarım dəqiqə judoya gedir. Düzdür, mən istəyirəm onlar olimpisk çempion olsun. Mən də olimpisk bidna, judo çətin. İstəyirəm. Amma eyni zamanda da qəşəng əllərini öyrətmişəm. Qəşəng boksyorski öyrətmişəm. Bunlar döyüşə də bilir. Orada mütəxəssislər var. Akazvitsa Namur adlı bir dənə Yapon var. Olimpiski çempiondur. O Akazvitsa deməli həm Pirokratla olimpiski çempiondur. Pirokratla. Eyni 17-ci sinifdə. Eyni zamanda da Akazvitsa əllərlə boks işləyirlər. Deyirlər ki, bu ki Navruska ki bunlar işləyir, judo sıxılır axım çiyinizə. O rastlableniyaya immunovu boks verilmiş. Mən onu bilməyə eləyirdim. Axırı zəbər yarışa elə vesti saldım. Judoda vesti salmaq çox çətindir. Düzdür. Amma boksla tak lapa işlətdim. Belə bax, onun ziyanı yoxdur, getdi. Biz başlayaq, o gələr qartılar da, yəni şey eləyərək. Çatıb buradadır. Daha memur Acəmin nə deyirsən? Acəmini hardan gördün sən? O düzdür. Yəni ki, məsələn, hansısa bir idman növündə olmaq o demək deyil ki, başqa idman növü ilə məşğul olmaya bilərsən. Birdən görsən ki, hansısa bir texnikası, hansısa bir şey, yəni hansısa bir mıшлениyadan söhbət gedir də, orada yəni istifadə elmləri. Məsələn, Faris karate, kickboks, sonra boksa keçib. Yəni şeydə var, türmədə var, fırlanır belə ayaqlarına işləyir, bilinir ki, bu adam ayağı ilə işləyir də, yəni. Onunla biz o vaxtı karatedən getmişik də, yarışı Moskvaya getmişik. Onun qəşəng ayaqları var, çox qəşəng. Elə ayaq heç kimdə yox. Yox, var. Karatedə mən doğrudan deyirəm sizə. Karatedə 10 kimi ayaq işləyən heç kimi. Farizdə kimi. O razvorotdan, mən də buranam ha, razvorot. Onda başqa cür. Karatedən başlamışam. Çəkib vurur, çaq vururdu. Sən köksünlə başlamısan, yoxsa? Şotokanla. Şotokanla. Mən Cabbarda olmuşam, Ayəlikin qardaşı. Ondan sonra kickboksa gəldi. Birinci trenerim şeydi, Əlləddin rəhmətli, Köksün Kayda. Əlləddin. Dəli. O xəstə oldu. O Yamanın tələbəsi idi. O Yama. Tərtərli idi o. Dəhşət idi. Mən onun kimi mən şey görmədim də, yəni fanat görmədim də. Bizi səhərlər saxlayırdı. Səhər qalırdıq orada, davamçılar, nə bilim nələr. Aleykum əssalam. Ay salam əleykum, gəl çıx da. Bu yolları nəzarət edirsən sən, amma Yolları nəzarət edirsən yetişir. Tamam. Pencəyi sizdən çıxart isti olacaq. Qeynək pencəyi. Yox, yaxşıdır. Sən bu yeri çəkdin? Yox, çatma. Bu yeri çəkdin? Sən bu yerdən başlayır. Qeynək. Niyə yaxşıdır ki? Ehtiyac yoxdur, isti olacaq. Qurban sana, yəni. Yəni şeydir, sən özün əfsanəsən, bəsdir də, yəni. İndi birazdan söhbət qızışacaq, dizəl istidir. Şeydə, oranı bağladıq oranı. Ora lazım olsa açarıq. Biraz hava gəlsin. Kim bağlayıb oranı? Oranı kim bağladı? Açdı, biraz hava gəlsin. Onlar. Bax, indi məsələn, belə prosedur şey, məncə ilk dəfədir də. Yəni, məsələn, köhnə idmançılar bir yerdə, məsələn, podkastda yığışır. Hamı öyrəşib təzəni də özüm eləmişim. Təzə də belə indi eləyirlər, prosto o səviyyədə. Düzgün eləsələr, xayb daha çox olar. Xaypı çox olar, tez tanınar, yəni daha rahat olar. 97-ci ildə mən bildim ki, Anarla Rafael Londonda olanda cənab prezident orada olub. Rafaelin kickboks yarışında olmağını mən bilmirdim.
36 kiloda, ha, 36 98-ci ildə. Bax görürsüz, tarixdir də, yəni. İstəyirəm ondan danışaq, tarixdən danışaq bu günləri, rahat olaq bu günləri. Yəni deyirək, hamıda emosiya var da, içəridə nəsə hamının dəyəsi sözü var da. Xoş gəlmisiniz hər biriniz. Fəxrlərimizsiz. İnşallah bizim kanalımıza da abunə olun. Bu günləri çox maraqlı söhbətlərimiz olacaq. İnşallah. Motivator Fitness Klub sizi daha sağlam, daha energetik və daha özgüvənli hiss etməyiniz üçün fəaliyyət göstərir. Burada müasir avadanlıqlarla təchiz olunmuş fitness və crossfit zalından və yalnız xanımlar üçün fəaliyyət göstərən idman zalından istifadə edə bilərsiniz. Həmçinin fitness food restoranımızdan dietik yeməklər sifariş verə bilərsiniz. Peşəkar məşqçilərimizin nəzarəti altında Motivator Fitness Klubda qollarınızı gücləndirin. Özünüzü daha yaxşı bir formada görmək istəyirsinizsə, həmən ilk addımı atın və bizə qoşulun. Motivator Fitness Klub. Məqsədlərimizə birlikdə nail olaq. Keçid edirik Rəhim müəllimə. Rəhim müəllim necəsiz? Çox sağ olun, təşəkkür edirəm. Sizdən başlayaq. Əvvəlcə mən sizə təşəkkür edirəm, Rəfət müəllim. Bu layihədə də həqiqətən bizə çox yaxından dəstək verirsiniz. Təbii ki, biz kickboks seriyasını təmsil edirik və indi hansı ki T8 yarışması edirik. Bu təxminən 19 il öncə biz belə bir yarış T8 yarışması eləmişdik, elə kickboks seriyası olaraq. O zaman mən biraz o layihənin tarixçəsindən danışım. Daha danışmaq zaten lazımdır. Bəli. D niyə? Bu T Turandır. D nə idi? D döyüş 8. Okey. 8 döyüşçünün iştirakçısından. Təbii ki, deməli o zaman indi bizdə o qədər inkişaf etməmişdi. Peşəkar baxırdıq, izləyirdik və mən bunu yazmışdım və bizim o vaxtki əməkdaşlarla müzakirə etdik. Bir neçə televiziya biz bu layihəni verdik. Qəbul etmədilər ki, belə bir şey olmaz. Bir günləri yoldaşlardan biri zəng vurdu ki, bəs Aynəs TV kanalı qəbul edib, çağırır, getdik, danışdıq. Deməli, orada indi bir məsələ oldu. Təbii ki, bu da ideya müəllifi olmalıdır. Boşun başı üstə. Olmalıdır. Ondan sonra bu yarışa sponsor tapılarlar. Yaxşı, ideya sizin deyil, yəni bunların ideyasıdır. Ondan sonra da şey olacaq. Mən sadəcə yarışın, layihənin təşkilatçısı olaraq orada elə təqdim oldum. Və indi qaldı idmançıları seçmək. Seçmək də bizim idmançılarımız vardı. Bunlar uşaqlar nəticəli idmançılardılar, indiki kimi də. Məsəl üçün, biri çəkisi yuxarıdır, biri aşağıdır. Biz də orada qoymuşduq, 75 kilo qoymuşduq. Səhv etmirəmsə, 75 kiloda. Uşaqlarımız vardı ki, 70 kiloydu, amma yaxşı perspektivli, hətta yaşı az olan idmançılarımız vardı. Və çox maraqlı bir layihə alındı. Adil müəllim həmişə tək kickboksa yox, bütün idmançılara dəstək olur. Yəni, o zaman da o layihəyə çox yüksək səviyyədə dəstək verdi. Və indi mən onu demək istəyirəm ki, o uşaqlar hər biri bizim dövlətçiliyimizə xidmət edirlər və elə burada səhv etmirəmsə 2 dənə mayorumuz var bizim polis orqanlarında çalışırlar. Həm idman ustalardılar, əməkdar idman ustalardılar. Və Araz müəllim artıq müəllim işləyir, həm boks müəllim işləyir, həm də orta məktəb müəllim işləyir. Anar müəllim bizim ilk professional kəmər gətirən Azərbaycana kickboksda kəmər gətirən idmançımızdır və idman ustası da əməkdar məşqçidir, hal-hazırda dövlət klubunda çalışır. Ramin Səlimov bizim Dünya Avropa çempionu mükafatçısıdır kickboksdan. Rauf Nəcəfov, Rauf da əvvəl karate ilə məşğul olub, onu bayaq dedik biz, karate ilə məşğul olub, karatedən sonra kickboksa keçib, bəli. Ruslan müəllim də bizim marketing müdürüdür və elə o D8 layihəsində də bir yerdə çalışmışdır. Ruslan o vaxtdan gəlir, hə? Ruslan D8, Rusiya nabratla, yəni hər şey qatmışsan. Nahid 2007-ci iştirak edib, Nahid o vaxta kimi məşğul oldu kickboksla da, kickboksla məşğul oldu və sonra Muay Thai ilə daha çox nəticələri çox olub. Onda bizim Eminlə bir yerdə məşğul olmusan da, hə? Süleymanovla. Yox, Süleyman bir yerdə məşğul oldular, bəli. Ha, buradan Eminə salam deyirik.
yəni Azərbaycan idmanında Muay Thai-da bizim dünya Avropa çempionumuzdur. İndi Almaniyada yaşayır. Yəni bir ay yoxdur ki, onun yanındaydım, görüşdüm. İnşallah mart ayında yenə gələcək, görüşəcək. Emin, o sənin salam deyirlər. Yeri gəlmişdir, Emin də məşğul olub boksla və sonra keçsi. Yəni bilirsiniz bu talant veriləndə insana hər tərəfli, məsələn o təhsillə də məşğul olsaydı, əgər başqa bir sahəyə onda alınacaqdı. Çünki o talant verilib. Mən bunu həmişə demişəm, yenə də. Hansı bir sahəyə məşğul olsa, o idmançı da yaşlanacaq. Emin deməli boksdan sonra Muay Thai. Məsələn Muay Thai-da da tamponun müəllimi olub da Emin desəndə. Tamponun o sırf Van Damme filmində o şeylərin o divara vurur da ayağını. Emin öyrədirdi də ona. Naid 88-ci təvəllüddür və 9 yaşından kickboksa başlayıb. İlk olaraq 2000-ci ildə və 2 il sonra Respedə şəhər birincidə qalib olmuşlar. Və sonra 2 il sonra 2002-ci ildə Respedə ikinciyə çıxdı və ondan sonra artıq Respe birincinin qalibi, sonra keçdi gənclərə, kadetlərdə, yeniyetmələrdə, gənclərdə və sonra da elə öz çəkisində Uzrosunda həm qalib oldu, ölkə çempionu, həm sonra Avropa mükafatçısı, Avropa çempionu, dünya çempionu belə. Naidin ləqəbi var ha, o qızıl oğlan sonra alıb, amma ondan qabaq Rembo'ydu. Niyə Rembo deyirlər ki? Səbəb nə idi Rembo? Rembo özü demişdi Remboyam, yox mən Remboyam, yoxsa necə? Uşaqlar idi, həyatdan ancaq hamı ilə dalaşır. Nasıl sifətində böyle baxsan yer yox idi. O qonşu. Bir dənə zəhmət olmasa mikrofon. Ha. Mikrofon deyək ki. Naidin idmana gəlmək tarixçəsindən danışım. Deməli, mənim 20 yaşım var, hər bir xidmətə gəlmişəm, amma məşqçi işləyirəm. Artıq bizim federasiyada prezidentin məşqçisi. Mən oturmuşam balkona, baxıram, görürəm, həyətdə uşaqlar dalaşırlar. 3-4 uşaqdır. Bir uşaq elə vurur, özünə böyüklərə, vurur ona, ulaşır buna. Nəysə düşdüm, gəldim. Bizdə məcburi köçkünük. O vaxt bir yerdə məşqçilaşmışdıq. Gəldim, çağırdım, hardansan soruşdum, belə falan. Dedim, səni mən idmana aparacam. Biraz çətin oldu idmana getməkdə. Dedim, biraz çəkisi də çoxdur. Ağır çəkidir. Hətta Naid ona görə çətinlik çəkib. Rəqibləri yaşca eyni idilər, amma boyları hündürdür. Çəkisi çoxdur bu. Biraz çətinlik oldu. Və ona görə də 2 il mən ona deməli ki, psixoloji çox dəstək olmuşum ki, buraxmasın idmana. Sonra yavaş-yavaş deməli ki, o elə idmana Nəticəni verdi. Nəticə Bu verdi. 2008-də, 2007-ci ildə çıxış elədi ya? 2007-də iştirak elədi. Nahid onda hətta yaşı, mən səhv eləmirəmsə 18 olmamışdı. 18 hələ gənc idi. 17. Nahid bayaq demədi danları. Nahid özü bir neçə dəfə həm yeniyetmələrdə, həm gənclərdə, həm də Muay Thai-dan 8 dəfə, 10 dəfə Azərbaycan çempionu olub Nahid. Eyni zamanda Nahid Asiya kəmərinin sahibidir. Azərbaycan kəmərinin sahibidir. D8 Azərbaycan kəmərinin sahibidir. Və Ural qızıl kəmərinin sahibidir. Və deyim ki, Asiya kəmərin erməni idmançı üzərində 3 qat dünya Edqard Asayanın üzərində qazanım o qələbə. Və Adil mənim təşəkkür edirəm, yenə də o yarışa getməyimizə o vaxtları imkan yox idi. Çox yüksək səviyyədə, nəinki, orada erməni 60-70 idmançı vardı, biz deyirdik ki, indi burada ermənilər çox olacaq da, ora ermənilərin yaxın, Tembruk, o yaşayan ermənilər yaşadığı yerədir. Biz bir də baxdıq ki, zalda Azərbaycanlılar, bəlkə 600-700 Azərbaycanlı var. Özdə hamısı Nastroyni gəliblər ki, uduzsa biz buradayıq. Hamı da deyir, Naid vur. Naid də vurur. İkinci rahat deyir, Naid, qardaş, biz uduzuruq döyüşür. Sən dinləmirsən mənə, mən dinləmək lazımdır. Texnika qurmaq, taktika qurmalıyım. Naid söz eşitdi, öyle 3-cü rahat, Naid necə da 4-cü rahat və 5-ci rahatda nakalt elədi idmançını və çox belə qələbə oldu. Mən sizə deyim ki, ona görə də mənə maşın da bağışladılar. Bəli. Mənim canım. Bəli. Bizim Nakavt eləyən o maşını sən verdin. mənim maşın. Və o çox düzgün. Yəni çox düzgün hərəkət oldu yəni. Yəni eşitdilər sən. Eşitməsəydi o döyüş olmuyordu. Ona nə verirlər? Ona Medal. Həmən yadınıza düşür, mənim Kəmər Zakistan var idi. Onda siz də komanda gətirmişdiniz, biz Çeleminski'də, bəli. Onda Naili mən birinci səfər onda gördüm, onda o reyting döyüşü keçər. Bəli. Rüşvət müəllim, indi bax, Anar mənim təsdiq edər, biz samolyotla getməmişdik, Qatarla getmişdik. Bəli. Təsəvvür 3 gün Qatarla yol getmişdik, biz Çeleminski'də döyüş. İndi o barədə danışacaq, indikilərin komfortu, indikilərin rahatlığı, indikilərin deyən şeyi, yəni bu günləri gör nə qədər fərq var. O vaxtı gedəndə yarışa durdun, 5 nəfər aşırdın, axırda magnetofon verirlər sənə.
Xaladenik, magnetofon. Bir kimki dostum var idmançı. Deyirər dəfə qeyrə mənə maqnitofon verir. Evdə deyir doluydu maqnitofon deyir. Nə qədər emin deyirdi. Deyirəm maqnitofon verir deyir. Süleymanov. Deyir evə gələnəm ki maqnitofon al bir şeylə məşğulum, satışla məşğulum. Gələn yarış maqnitofon, gələn yarış maqnitofon deyir. Biraz başqa şey də verir orada. Bizə bazı televizorlar verirlər belə o vaxt, o dövrdə. Yox, bunlar həmişə maqnitofon verirlər. Yəni bir nəsə alısı başqa şey verir. Onda kiminsə bəxti gətirdi 2 dənə kaset yeri oldu. Kimdə desə bir dənə kaset yeri oldu. Vallahi. Görək vaxtlara bax. İnşallah gələcəkdə belə bir şey təklif edirəm. Veteranlar arasında Grand Prix. Oo. Gör necə. Yəni həqiqətən veteranlar arasında Grand Prix. Mənə gəl bir alqışlayaq bizim veteranları. Yəni futbolda olur. Nəsə futbolçular yığılırlar veteranlar arasında. Rahatdır da futbol oynamaq. Ancaq ki o ki veteran olan kimi deyirlər nə oldu şu? Ancaq elə bir veteran var ki qardaş, bu gün də deyək sənələrdə dostlarımız vardı. Cavanlardan yaxşı özlərini göstərirlər. Zaten çox yaxşı yerə toxunsun. İndi bizim tələbələrimiz var ki, onlar indi respublikada nəticə veriblər, ikinci, üçüncü respublikalar. İndi bu gün həkim işləyirlər. Məsələn, ikisi özdə, biri uroloq həkim işləyir, biri diş həkim işləyir. Deyirəm sizi döyüşdürəcəm. Çox maraqlıdır həqiqətən. Yəni təsəvvür et ki, burada çəkiliş eləyirik, diş düzəldir. Bu gün diş düzəldirəm, sabah döyüşürəm, axşam döyüşürəm. Yəni gör necə bu kontentdir də həqiqətən. Bir də uzağa getməyək, Eduardın özü maşallah bu gün sabah yubileyin qeyd edirik, 50-liyini qeyd edirik. Ancaq Eduard hələ indiyənə kimi elə döyüşür. Yəni Eduarda da buradan böyük salamlar. Gəlin Eduardı da alqışlayaq bir dənə ürəkdən. Bu günləri bizim dostlarımız, kimlər ki yoxdur, buradan şey eləyəcək, hamını salamlayacaq. Mən deyim uşaqların hamısının ləqəbləri də var. Nahid Qızıloğlan, Kamil Pirinç Baku, Araz Canavardır ləqəbi, Cəngavər, Rauf Nəcəfov Qladiator. İndiki yarışla bağlı fikirləri zəhmət olunur. Gənclər çox yaxşı yetişiblər. Allah inşallah görəcək ayın 17-sində kim qalib gələcək, amma bir nəfər var, mən ona balet edirəm. Favorit kimdir? De. Orada Kamil var, mən ona görə də. Qeyd edin. Dedi ki Kamil, hə. Kamili. Qubatlılı yerlisidir, öyle. Orada bir dənə Qubatlılı var. 60 kilodadır, Pərviz Əliyev. Qardaş, bu nə əziyyəti çəkirsən? Nə vaxta qədər evə su daşıyacaqsan? Necə eləyim qardaş? Problemin həlli buradadır. Gəl mənim. I wake up every minute with the fever dreams. I push my mind to a limit where it needs to feed. I work blind, got vision I don't need to see. I'm thinking mind over matter, I believe in me. I need to find more Niyə hours in the day to breathe. suyunuzu evinizdə özünüz istehsal edin. Həm su daşımağa son qoyun, həm də keyfiyyətindən tam əmin olun. Biz deməli Respublika çempionatının 2001-2002-ci ildə Sumqayıtda keçmişik. Yoxsa 2002-2003-cü ildə keçmişik Sumqayıtda. 2002-dir. 67 kiloda səhv yeniyetmələrdə, gənclərdə baxıram çox qəşəng belə fiziki hazırlıq, adətən fiziki hazırlıq olanda bəzən görürsən texnika şey olur. Amma bax texnika yüksək səviyyədə baxdı ki, Eşəm müəllim tələbəsidir. Çox yaxşıdır o yarışda Azərbaycan çempionu. Kamili onda kəşf etdik. Və ondan sonra da Kamil artıq mən məsələn nəticələri var idi ona qədər də. Və sonra həmin il Kamil səhv etmirəmsə böyüklərdə keçdi. 2002-də restoran olmuşdum. Aha. 2004-də həm Malagöz restoranı, həm Zros restoranı, həm də Malagöz mini. Qızıl oğlanı sən demisən də, sən vermisən də ona. Deməli Oskar Delahov var, boksyor, olimpiya çempionu. Mən ona balet edirdim. Əməşə Məccədə belə bir tələbəyə yetişdirmək. Nahid də elə oxşuyurdu da, oxşardı. Həm də döyüş stildə o stildə bizim. Deməli həmişə dedim ki, onu yetişdirdim, o klasik qızıl olan və bir də biz orada baxdıq ki, Nahidin deməli 40 döyüş keçirdi, onun 39-u qızıl medallı. Bir dənə respublikada 2-yə çıxıb, Nahid Qubatlı. Gəl alqışlayaq qaqaş, elə belə söhbət də öyle ha, yəni hə bu. Elə belə getdim çörək aldım, gəldim söhbəti deyil də. Ona görə qızıl olan, o vaxtına qızıl olan və qızıl olan ləqəbində doğrultdu. Mən başa düşürəm ki, hamı da onu təsdiqlər ki, həqiqətən də həm idmanda yaxşı, həm də elə dostluqda, yoldaşlıqda bu günləri çox sadə və elə bir insandır və dövlətimizə xidmət edir. Cəmiyyətimiz üçün, gənclərimiz üçün. Buradakılar mən dedim, hər biri, bizim əsas burada bu gün sizinlə bir də tədbir eləməkdə məqsədimizdən biri oldu ki,
gənclərimiz görsünlər ki, veteranları biz unutmuruq. Mən sizə bir də təşəkkür edirəm. Uşaqlara əlaqə saxlayanda hamısı ki, biz elə bildik, biz yaddan çıxmışıq. Kamil bir öz tarixçəsi haqqında danışsın. Danışsın, sonra keçər. Çünki Kamil nəticəli idmançıdır. Yəni ona görə danışsın o tarix. Danışmaq istəmir də. Yəni demək istəyir ki, yəni. Mən özüm haqqında deyə bilərəm ki, 98-ci ildə kickboksla məşğul olmuşam. Şənəm Əbdürrəhmanovun rəhbərliyi altında 12 dəfə Azərbaycan çempionu olmuşam. 2 dəfə Bakı çempionu olmuşam. 7 dəfə dünya çempionu olmuşam. 1 dəfə Avropa çempionu olmuşam və 2 dəfə də peşəkar turnirinin qalibi olmuşam və Vako Dünya Kubokunun qalibi olmuşam. Yəni bu heç bu idman barəsində başqa nəsə alqışlayaq da qardaşım. Yəni mən bunu deyir bu heç belə-belədir. İndi başqa bu 2007-ci ildə iştirak eləyib. 2007-də bəli, final vuruşmusunuz. Bax görün nə gözəl oturublar bir yanında. Final vuruşublar həmin. Sonra həmin 2009-da da təzədən onun layihənin davamı ediyoruz. Başqa layihədir. Başqa bir layihədir bəli. Orada Kamil 8'lik idi orada, 8'lik. Orada mən 8-də döyüşmüşəm. Ramin orada reyting döyüşüb, Zabit Səmədov döyüşüb həmin yarışda. İhram Məcidov döyüşüb. Həmin 8-liyin də qalib olmuşam. Həmin bir gecə, yəni 3 döyüş döyüşmüşəm. 1 saat 40 dəqiqə ərzində 3 döyüş döyüşmüşəm. 3 dənə döyüş, ha. 3 döyüş, yəni həmin çəkidə Zabit də vurub döyüşür. Yox, Zabit yuxarı çəkidə idi. Mən həm yarışda biz 75 kilo döyüşmüşəm. Zabit ağır çəkidə döyüşüb. 80-da. Yox, 91 plusda. Vaxtınca bu 2009-cu ildə. Ehram Məcidov onda 81 döyüşüb, Ramin 75 döyüşüb. Bir də reyting döyüşləri onlar döyüşüblər, kəmər döyüşüb. Mən normal 8-lik döyüşmüşəm. Kamil 8-nin qalib oldu. Mən reyting döyüşü qalib olmuşam. Zabit Səmədov, Quluxov var idi. Konstantin Quluxovla döyüşüb, Moldavranın. Onun üzərində qələbə qazandı. Onu Zabitin təzə gələn vaxtları idi də desin. Zabit ilk dəfə Azərbaycan 2008-də gətirmişik biz. Kabir Max onun bir lisenziyasını almışdıq biz Azərbaycan keçirmək üçün və Əlonlar sarayına keçirdi. 2008-ci fevral ayında təxminən və orada 8-lik eləmişdik. Onun da elə qalibi Zamin familiyasından çıxıb Ataçıkev, Zamin Ataçıkev olmuşdu. O da Zabit gününə məşqdə həm qohumda həm də məşqlərin o Belarus məşq eləmişdi orada. O uşaq qalib olmuşdu. Belə 2008-də yəni ilk dəfə olaraq onun da tarixçəsi var. İndi o haqqda da danışarıq biz. Yəni Kamil bizim nəticəli idmançımızdır. Həm də mən sizə deyim, Kamil bir çox idmançılara, həm Kamil, həm Nahid, həm də bizim Gladiator, burada uşaqlar hamısı. Bunlar rəqəbləri, mən bir dəfə harasa gedirdim, maşını saxladım bir məhəllədə. Düşdüm, deyim, uşaqlar oynayırlar həyətdə. Deyir ki, mən qızıl olam, sən də pilinç, gəl döyüşək. Bax, uşaqlar, bu şeylər yaranmışdı uşaqlarda. Hətta məşq zallarında biz gördük ki, uşaqlar bir-birinə layiq o qədər favorit oldu da uşaqlar. Yəni bu uşaqlar onlara bir motivasiya verib. Məsələn, bu günləri kickboksda tutalım da ki, sırf sizin növdə kimdən xoşun gəlmir, kim özünü düzgün aparmır, kimdən şikayət edirsən? Kickboksda ümumiyyətlə heç vaxt elə bir narazılıq olmayıb. Ümumiyyətlə gənc nəsildə böyüklərin hörmət saxlar, amma bir dənə şikayətim Amin Quliyevdəndir. Bizim Amin. Amin. Aha, Amin qulaq as, gör səndən şikayət var. 2016-cı ildə Amin onda balacaydı. Pepsi butulkası ilə futbol oynayırdı. Yəni bütün ölkəni canın boğazına yığmışdı. Aminin qabağına axırı iplə ayağını bağlamışıq ki, Amin gəl otur ki. Bəlkə futbolçu yaxşı olardı, futbola getmək istəyirdi. Yoxsa nəticə verərlərdi. Yəni bütün Amin Hamir orada öldürmüşdü yəni. Amin görsən də qardaş, Pepsinin reklamını edirdi. İndi maşallah böyüyüb, döyüşür. O vaxtda çox yaxşı döyüşürdü, həm yarışda çempion oldu. Nadic olmasına baxmayaraq, amma döyüşmək də yaxşıdır. Nəticə də verir. Bəlkə Aminə deyirəm, favoritin Amindir, bəlkə nəsə hazırlayasan. Aminlə bir çəkidə elə bir yaxşı dostlarım var. Yəni hamısına münasibətim var. Hamısına əzizdir. Prosta gəl belə eləyək. Onda kim o çempion olsa, özündən bir dənə hədiyyə eləyərsən. O söz. Nətər söhbətdir? Əla, gözəl. Sən belə deyirsən ki, məsələn, sən də bilirik də kimdir. Mən o çəkidə. Bunda ehtimal yoxdur, amma məndə hədiyyə gətir. Sən də elə qıraqda gəlib deyəsən ki, qaşqəli gətirmişəm. Halal xoşumdur yəni. Ancaq inşallah olar, niyə olmasın ki? Yəni bu, yəni mən demirəm, biz böyük bir hədiyyə eləyik. Döyüşdə sürpriz olmaz. Xırda bir hədiyyə, adi bir dənə nəsə vermək, onun üçün sənin adından böyük bir motivasiyadır və necə deyim, bu günləri güləşdə tutalım. Bizim Hacı Əliyev var, dostumuz Hacıya salam deyirik. Mən 100% bilirəm ki, Hacı hansısa bir idmançıya getsə, Lübo idmanda öz trikosunu, yaxud da neysə özündən bir
hədiyyə eləsə, o milyon faiz həmin idmançı gəlib onu evdə ilə özünün ən belə yaxın yerində qoyacaq ki, hər dəfə səhər duranda mən onu görüm, mənə bunu hacı verib. Hələ mən gedim də icazə versin. Qardaş. Sağ ol qardaş. İnşallah görüşəcəyik. Var eləsin. Görüşəcəyik Allah qız. Görüşümsə. Öpürəm, sağ olun. Allah xeyir versin. Bəndə də. Çox öpürəm. Mən Araz İsmailov, canavar ləqəbli D8 döyüşündə döyüşmüşəm. Birinci mən də boksçu olmuşam. Boksdan sonra Roman Tağıyev məni həvəsləndirib kickboksa gətirib. Belə yəni 2004-2005 Azərbaycan çempionu olmuşam kickboksdan 75 kiloda. Boksdan nəticələri. Hə, onun kickboksdan danışırıq. İndi Rəhim müəllim sağ olsun ki, bizi yada saldı həqiqətən və Avropa miri vuruşmuşam kickboksdan. Amma indi nəticəm olmayıb. Belə amma vuruşmuşam Bakuda, əsl yarışlar vuruşmuşuq da indi biz. Amma indi hal-hazırda məşqçiyəm, Nefti Cəmiyyətində, müəlliməm orta məktəbdə. Yəni belə də Uşaqlarla. bəli, yetişdiririk. Boksdan Azərbaycan çempionu olub. Nə 2 il dalbadalı 2004-2005 kickboksda 75 kilo çempion. Boksdan da olub, yeni yetimlərdə çempion olmuşam. İpək yolunda 3-ə çıxmışam. Böyüklər arasında 3-də və 3-cü yerə çıxmışam. 2-ci yerə çıxmışam. Nə bilim belə də döyüşmüşəm də. Prosta Rauf müəllim bizim baş məşqçimiz Rauf müəllim idi. Vaxt elə bizi ən cavan vaxtlarımızda Rauf müəllim bizi boksu tərk elədi. Mən də qaldım hədə belə. Mən də Rauf Çaporda məşq eləmişəm. Allah rəhmət eləsin Rauf müəllimə. Yəni çox yaxşı məşq. Bilmirdiniz siz bunu? Yox, bilmirdim. Ha, yəni görürsüz bildim ki. Biz yəni mən 2000-ci ilə qədər onun yanında olduq, sonra boksdan uzaqlaşdı. Yox 2001-də. 2001-də kimi o yığma komandanın baş məşqçisi, sonra 2001-dən uzaqlaşdı. Elə biz də nə bilim getdim kickboksa, Roman Tağıyev sağ olsun, Elşən müəllim sağ olsun. Bizi kickboksa dəvətlərlə kickboks vuruşdum belə də. Araz İsmailov nokautör idmançı olub. Mən deyim ki, o indi sadə danışır, amma məsələn 2004-cü finalda udduğu idmançı da elə bir idmançı deyildi. O bizim çox nəticəli bir idmançımızdır. Nokautla döyüşü başa vurdu. O da onun texnikasından, yəni o Çəkinə 75 idi. 75. Yəni biz heç gözləmirdik. Araz uduzurdu. Hətta ondan qabaqki döyüşlərdə o qədər o boksdan çox məşğul oldu. Ayaqları elə də çox güclü deyildi. Zədə almışdı və o döyüşdə də saxlamaq istəyirdi döyüş, amma öz inadına ki, mən vuruşacağam. Vuruşaraq elə orada nokaut elədi döyüşü. Yəni elə bir nokaut elədi ki, yəni çox ağır bir nokaut elədi. Ümumiyyətlə biz uşaqlıqdan başlayanda nə deyirdik? Karate, kickboks, Van Damın kinolarına baxırdıq. Ha da çox güclü var. Hə də Van Dam da bilmirdim, karate də kickboksdur. Yəni indiyənə kimi elə yarı deyir baleron olub, baleron olmağını olub. Ancaq bu adam həqiqətən söhbət Van Damdan gedir. Tim belə də indi Van Dam da gəldi bizlə şey də oldu. Nə deyir Azərbaycan demək olar ki, qohum oldu. Nədirsə o bizim üçün daha güclü motivasiya verdi. Bacım Fariz Məmmədova buradan bizim dostlarımızın yanından. Fariz, harda oturaq fərq etməz. Sənin mövzuların olmalıdır da burada. Sən bizim qardaşımızsan. Amerikada da Fariz indi hal-hazırda. Ancaq ki hamı bunu bilir ki, Farizin boksda, istər kickboksda, istər idmanda özünün bir qızıl hərfləri var. Ona görə buradan Fariz Məmmədova salamlar deyirik. Ağdamlı salamlayırıq sənə. Həqiqətən halal olsun Farizə. Yəni vətən sevən, vətənpərvər dostumuzdur. Rəhim müəllim, Anar barədə bir malaca məlumat verin, sonra Anar rahat danışsın. Anar müəllim, mən deyərəm ki, qısa deyim də, Anarla biz neçə ildir dostluq, biz yaşıdıq da. Anar bir 80-dır, nümunə. 70 ana. İstənilən formada nümunəvi bir insan deyərdim. İstəyir dostluqda, istəyir idmanda, istəyir ailədə. Yəni Anar çox yaxını, ona görə Anar Lalayev nümunə bir hər kəsə, yəni hər sayda görsəzə nümunəvi bir insan kimi mən görürəm və elə tanıyıram, elə bilirəm. Buyur qardaşım. Həqiqətən də mən biraz geniş belə götürərəm ki, bizim gənclərə maraqlı olsun, həm də ki, onlar bir motivasiya olsunlar. Demək, mən idmana 10 yaşından başlamışam. İdman növümdə karate idi. O vaxtı belə populyar idman növü, özünüz bilirsiniz ki, karate idman növü idi. Orada növlər var idi. Kontak karate var idi, Shotokan karate var idi. Mən getdiyim karate növü kontak karate növü idi. Demək, ilk məşqçim də mənim Elxan Məcidov idi. Sonradan elə oldu ki, o köçdü Respublikadan. Bizim məşqçimiz dəyişdi. Ondan sonra mənim Yura Mustafayev var. Koçka karate
idman növü o keçir. Demək ki, onun tələbəsi olduq. O tələbəçilikdə bizim idman yoldaşçılığımız başladı. İlk olaraq o vaxtı indi siz tanıdığınız Fariz Məmmədov biz bir yerdə məşq edirdik. Demək olar kompanyon olmuşuq da, o sparring partnyor. Fariz Məmmədov. O Fariz Məmmədov karatedən başladı. Birinci karatedən başladı. Biz hamımız orada Fariz yenə sənə salam deyirəm ha, görsən ha. Biz karatedə deməli bizim o dövrdə böyük yarışlarda iştirak eləmədik. Çünki bizim gənc idik də, 10-12 yaşımız vardı. Dünya Avropa çempionatlarına elə bir çıxışlar da yox idi da. Deməli karatedə şey var da, urevenlər var da, danlar var. Ya onlarda sarı kəmər, yaşıl kəmər, belə-belə pillə-pillə qalxır. Ustalıq pilləsi qara kəmər birinci dan sayılır. Biz Fariz də aldı, mən də aldım, qara kəmər aldıq. Elə oldu ki, kickboksla məşğul olmağa başladıq. Sonra Respublika çempionu olduq, dünya çempionu olduq, Avropa çempionu olduq. Sonradan bizi peşəkarlar arası döyüşlərə dəvət elədilər. Bayaq qeyd elədiyiniz kimi 2004-cü ildə 10 raundluq döyüşdə iştirak elədim. Həqiqətən də biz o yarışa gedəndə hələ bilmirdik hara gedirdik. Yəni biz rəqiblərimizi plakatda gördük. Baxdıq rəqiblərə ki, biz orada elə bil ki, belə deyim də, birinci sinifik, onlar 10-cu sinifdir. Yəni o qədər fərq var idi. Həqiqətən də Rusiyanın birinci nömrələri idi. Hamısı tanınmış idmançılar idi. Arenaya girəndə ki, o obstanovkanı gördük. Ona görə o aurada bizə böyük bir təsir göstərir. Deyirəm, biz çox uğurla çıxış elədik. O kəməri də aldıq, Avropa kəmərini 10 raundluq döyüşdə Rus idmançısına qalib gələrək Azərbaycana getdik. O vaxtı o ilk bir nailiyyət idi peşəkarlar arasında. Güclü nailiyyətdir, həqiqətən. Həqiqətən 10 raund döyüş, yəni ki, kickboksun tarixində. İnanırsınız, döyüşdən sonra demək, həqiqətən halal olsun. Döyüşdən sonra biz təsəvvür eləyin ki, hamımız əziz-əziz idik də. Əsas odur ki, biz qalib gəldik. Belə bir şey oldu. Sonra bir əhvalat da danışım sizə. Demək, Elşən müəllimlə bizim yol yoldaşlığımız 2000-ci ildən başladı. Deməli, Macarıstanın Debrecen şəhərində kubok, dünya kuboku idi. Demək, biz borc xərclə getdik o yarışa. İndi bizim qismətimizdən baxdı. Biz yarışı, deməli, mən qalib gəldim. Özdə finalda mənə yadıma düşür, orada Yugoslaviyalı bir idmançı düşmüşdü. O 2 dəfə dünya çempionu idi, çox güclü idmançı idi. O döyüşü mən elə utdum, elə bir ki, Respublikada, nə bilim, adi bir döyüş oldu mənim üçün. Həqiqətən çox rahat tutdum. O final döyüşü iminlə. İndi orada bizə mükafatlar verəndə kubok verdilər. Kubokun içində gördük konvert var. Dedik, görəm bu nədir? Neysə açdıq, sonra oradan baxdıq ki, orada pul mükafatı var idi. Bizə doğrudan böyük bir sürpriz oldu. Biz borcla, xərclə getdik, həqiqətən də. Borcları qaytardıq. Hə də, biz o mükafat bizə bilsiz nə, hər şeyi bəs elədi. Hər şeyi bəs elədi də. Həqiqətən, bu razvorotun, yəni həqiqətən biz ora gedəndə ondan xəbərsiz idik. Yəni o bəlkə xəbərin olsaydı, bəlkə bu da bilməzdi. Ya orada Luchi Texnika elə bir ki, qalibinə verirdilər. O mükafatda da pul mükafatı oldu. Nəsə biz Elşən müəllimlə həm qələbəyə sevindik, həm də çox çətin məsələ. Surəsu şirkəti evlərə, ofislərə və bir çox dövlət əhəmiyyətli müəssisələrə 100% təbii minerallarla zəngin 19 litr və 0,5-lik qablarda su çatdırır. Deməli, indi Allah hamının balasını saxlasın. 2 balam var. Allah saxlasın. Onlar cüdoya gedirlər. Bayaq dedim, düzdür, boksu da öyrətmişik. Amma daha professionalni cüdoya yönlənmişəm onları. Onlar elə bir şəraitli zalda məşq edirlər. Hər bir usloviya var da. Deyirəm ki, siz bizim zalı görsəydiniz o dövrdə. Gəlməzdik. Vallahi biz zalda heç bir istilik sistemi yox idi. O Neftçin bazasında, bilirsiniz də, orada qışda danışırdım, par gəlirdi ağzından və belə bir temperaturda biz məşq edirdik. Amma indi bu uşaqlara mən məsəl üçün həmişə deyirəm ki, bax, bu cür şəraitimiz var. Kombi, mombi, siz indi yediyinizi heç biz o vaxtı yeməmişik. Siz idmandan çıxırsınız, ananas, banan, nə bilim yeyirsiniz. Biz o vaxt biz ona Novqotdan Novqota görürük. İstəyirəm sizdən, nə olur gülməli. Hə, olar.
vitamin əvəzinə tetraskil dərmanı verdi bizim boksçu. Hələ sən şey nə versin deyə. Bax, həqiqi bax gözümün qabağı 97-ci il, 98-ci ildə Rəhim müəllim. Bax, həqiqətən bizdə Kuznetski Samir deyirlər. Kuznetski 51 kiloda döyüşürdü. Samir mənim indi məşqçidir, gözəl boksör olub. Bu biraz həyəcanlanmışdır. O yan bir yan. Nəsə o yan bir yan. Rəhm get o dərmanı gətir bura. Nəsə getdi sarı tetraskilini sarı dərman. Yəni dərmanı və sonradan dedi ki, bizə bir tetraskilini vermişəm buna. Yəni amma bu insan bir motivasiya, hə. Həqiqətən. Əvvəla hamınızı bir daha salamlayıram. Çox sağ olun. Rəhim müəllim, Rüfət müəllim. Çox sağ olun ki, yenə deyirəm, yəni biz telefonda bu SMS-i görəndə, qrupu görəndə, bax indi deyirəm sizə öz tüklərimiz biz olur. Yəni həqiqətən çox belə qürur hissi keçdi ki, yəni biz də bu Azərbaycanda idman üçün nə isə eləmişik. Yəni nəsə nailiyyətimiz olub ki, bizi xatırlayırlar. Yəni yox, təmiz tamam, yəni buradakı, yəni biz telefonla belə danışanda belə biz bu günə kimi hamımız birimizə əlaqədəyik də, yəni dostluq eləyirik. Amma yəni bu yarışın formatı, yarışın o D8-in xatırlanmağı, təzədən bu D8-ə bizim onlara dəstək olmağımız tamam başqa bir formatda qürur hissi verdi bizə ki, yəni şad olduq qardaş. Şad olduq, həqiqətən biz də çox sevindik buna. Mən Səlimov Ramin Lazımoğlu 97-ci ildən kickboks idman növünə məşğulam. Respublika çempion olmuşam, Dünya Avropa çempion olmuşam. Dəfələrlə peşəkar turnirlərdə iştirak edib qalib olmuşam. Qaldı ki, bu Ləqəb də cəngavər. Ləqəbində cəngavər, bəli. Elə inandırım o dövrdə belə sosial şəbəkə yox idi də. Bizə inan hərəmiz indi bir maşın sürürdük. Maşını elə saxlayan, elə yol polisi xidməti qayalar belə saxlayanda ha cəngavər sənsən, yaxşı yol. Hamısını da salamlayır. Hə. Çox böyük, çox. Yəni bir sosial şəbəkə yox idi da. Yəni bizim azə deyirəm, biz yarışlarımızı çəkmək üçün kaset, kamera Anar məndən istəyirdi, mən Anardan istəyirdim. Yəni bu səviyyədə çətinlik var idi. Çox çətinlik var idi. Bax, deyirəm, idmançılar biz məsəl üçün necə bu bizim böyüklərdən necə dostluğumuz yaranıb, onlarla yaranıb, indi gənclərə nümunə üçün olaraq deyirik də. Yəni mən məsəl üçün Anara böyük qardaş kimi baxmışam. Yəni Anar məndən 4 bayram böyük olub. Arazı həmçinin. Hörmət qardaş, böyük hörmət. Onlar necə deyim sizə, bu gün indi deyirlər, indi girirsən zallar hamısı VIP-dir. Biz o şəraiti görməmişik biz zallarda da. 10 nəfər cərgədə demişik, gözləmişik böyüklər hamamdan çıxsın. Biz onların dalıcan hamama girək. Yəni hörməti saxlamışıq, məsafəni saxlamışıq da. Anar məsələn, Anar, Araz hamısı favorit oldular. Biz onlara baxmışıq, elə gəlmişik. Elə onların döyüşlərinə baxmışıq. Yəni necə texnika. Anarın məsələn özünü deyim, Eduardla Respublikada final olar döyüşəndə, indi Eduard qardaşımıza salamlayırıq. Onlar da qardaşımızdır. Çox böyük rezonans yaranırdı ki, bunlar ikisi yenə final döyüşürlər də. Yəni biz ona baxıb həzz alırdıq. Necə idmançılar o vaxt biz vitamin kimi balı görürdük. Bir dənə balla vitamin çətin vaxtlar idi da. Yəni zala gəlirdik, zaldan çıxırdıq, otururduq bir yerdə. Necə deyim, idmançılar bir bulkanı 4 yerə bölüb məşqdən sonra yemək yeyib elə gedirdik də. Nazik kurtkada çıxırdıq idmandan. Qışın qış günü evə o vəziyyətdə gedirdik. Yəni indiki vəziyyət də indiki İndi hər tərəfi inkişaf eləyib. Amanın qabağına pirajkilər satırdılar. Biz də metrodan keçəndə jeton atmırdıq ki, o pulu bir şey pirajka alaq ye. Həqiqətən belə idi. Yəni o vaxtda çox çətin idi ki, jeton onu 250 şey o vaxt köynə puluna 250 manat idi. İndiki 250 manat yox, köynə 250 manatdan danışıram. Tuda Buratla 28-də qalım başında məşqə gedirəm idmançısına. Deyirdim 500-ün yol pulu veriblərdi. Onu mən belə keçim. O vaxtda da indi belə də öldü. Onda keçmək olurdu. Nupaqadidəki kimi. Kimsə keçirdi, onu mən karatəyə getirdim, gəldirdim. Gedən kimi adam seçirdim ki, biraz tez keçən olsun da, yəni yaxşı bir şey olmasın da. Gördüm, arıq dururdum arxasında, orada xalotana xallar mənə tanıyırlar da. Görüm, sağam da, 10 yaşım var, 12 yaşım var. Deyirlər, jetonsuz keçəndir da bu konkret. O da keçəndə tez keçirdim ki, o vurmasın da. Vuranda o belə tuturdum, belə keçirdim. Nəyə görə ki, bir nizamini çıxanda biz məşqdən sonra orada pirajki, dönər, bir Məmməd yarıma idi dönər o vaxtı. Hot dog idi, o vaxtı hotları bir Məmməd yarıma idi. Köynə amayın qabağında o vaxtı. İki Məmmədə də şeylər idi, dönərlər idi. Valla vaxtlar var idi, indi hamısı VIP-dirlər, indi gəls getsin. Yəni biz hansı çətinliklərlə gəlirsən, yəni həqiqətən bir tarix deyə valla. Bəli, həqiqətən. D8-dən də o yarışdan da sonra həqiqətən doğrudan çox böyük rezonans yaranmışdı. Hər yerdə baxırdıq ki, bizi tanıyırlar. Həm fəxr eləyirdik ki, yəni ki, bir idmançı kimi. Yəni ona görə idmana daha da həvəsimiz artırdı.
Həm də ki, növbəti məsəl üçün yarışlara da həvəslə hazırlaşırdıq da. Çox belə bilirdik ki, yəni idmanda yanların bayaq sözünə qüvvət, biz yarışda rəqiblərimizi bilmirdik kimlərdir, yəni. İndi məsəl üçün otururlar internetlə araşdırırlar, sosial şəbəkəni araşdırırlar, bu idmançının hansı nailiyyətləri var. Biz yarışlarımızı hələ YouTube-a da verməyi hələ indi fikirləşdik ki, onları məsəl üçün cəmaət paylaşır. İndi kim istəyirsən döyüşünə girib baxmaq olur. Bizim döyüşlərə Yox, bilmirdin axı. 16 yaşında mən işləyirdim və işdən çıxırdım. Paragrafa demişdim icazə versin ki, mən çıxım gedim məşqə. Rauf müəllimin də məşqinə düşmək, hər adam məşqinə düşənmirdi. Həm biraz stroq idi, biraz da söyüşçüldür, hamımız bilirik. Mən getmişəm o məşqə, biraz da belə maddi cəhətdən marağı vardı. Nəysə, bunu açın deməliyəm. Mən də işləyirəm, yaxşı da gənc uşağam, özü yaxşı da maaş alıram. Getmişəm, nəysə bunun ki, mən burada məşq eləməm. Məni Sumqayıtda uduzdurublar yarışda. Amma udmuşam, uduzdurublar. Bilirəm ki, bundan sonra Respublika gəlir və getmişəm ki, burada özümü 3 ay formaya düşüm. Burada elə oldu ki, Rauf müəllim bəni dedi ki, çıx, burası, hardan gəlmişsən Sumqayıtdan? Sumqayıt nəysə, biraz sonra get. Gəldim, böyük qardaşım var, dedi, mənə o uşaq bilir, eləmir də, məşqdə gedək, sən danış. Qardaşım gəldi, nəysə danışdı, dedi ki, sənə danışdılar bir şey ki, bunu daha elə bu şeylə. Rauf mənim baxdı ki, məşq qutarır, mən özlərimə fərdi, bilirsiniz, idmanda kim ki, mən həmişə Nahiddir, Raufdur, mən tələbələrimdir, hamısı da. Bunlar həmişə kim ki, individual özlərinə çalışır, o idmançı nəticədir. Əlavə olaraq. Əlavə. Buyur mənim qardaşım. Çox sağ olun. Təşkilatçılığınız üçün, dəvətiniz üçün xüsusi bir təşəkkür bildirirəm. Motivator kanalına, operator qardaşlara da salamlayıram. Çox sağ olsun, əziyyətimiz çəkirlər, bayaqdan baxıram orada. Mən Nəcəfov Rauf 1986-cı ildə Sumqayıt şəhərində doğulmuşam. Əslimiz, kökümüz Zəngəzur Mahallının, indiki Qubadlı rayonundandır. 95-ci ildə karate ilə məşğul olmuşam, 3 il, Shotokan növü ilə. Mənim daimin hesabına karatedən ağlada kickboksa mən ağlaya girmişəm. Sonradan belə başımı sıralaya, belə məşğul oldum və həmin il ay yarım məşğul oldu Rəhim müəllim Abbas Əliyev, mənim məşqçimdir, məni o yetişdirib. Sağ olsun, əziyyətimiz çəkib. 98-ci ildə Sumqayıt şəhərində Mehdi Hüseynzadə adına stadionda orada çempionat keçirildi. Orada ilk dəfə özümü yoxladım və orada bir mənə stimul, maraq gəldi. Güya ki, özüm üçün məşq edirdim. Hamı deyir, zala gedirəm, özüm üçün məşq edirəm. O bir adam ki, özü üçün gelib məşq eləyəndə, o nəticə verəndə artıq çoxunu istəyir. Belə, şükür Allaha, bu 26-cı ildir, neçə il eləyir, 20-22 il artıq bu idmanda mən məşğul olmuşam. İndi hal-hazırda dövlətə xidmət edirəm müəyyən sahədə, idman sahəsi deyil zaten. Şükürlər olsun bu günümə və Rəhim müəllimin təşəbbüsü ilə D8 layihəsi başlayırdı. Mənə xəbər elədilər ki, bu döyüşdə sən də varsan, 8 idmançıdan birisən. O döyüşdən sonra, o vaxtı ictimai, sosial şəbəkə falan, bu kimi şeylər yoxdur. Ondan aynəsindən bilirdi. Aynəsi var idi. Mənim o döyüşlə bağlı heç bir materialım yoxdur əlimdə. D8 ilə bağlı, həmin o yarışla bağlı. Ola bilər kimlərdəsə bir fragment var, amma məndə yox. Həmin dövr çox çətin dövr idi. Biz çox çətin şəraitdə məşq edirdik. Bizim, üzr istəyirəm, duşumuz yox idi. Məktəb zallarında məşq edirdik. Bizim xüsusi bir zalımız yox. Biz o qədər o zalda məşq eləmişdik. Onun dama yerin, su dama yerlərini bilirdik ki, hardan. Və oradan ki, yəni o cürünə şəraitdən məşq eləmişik. O cürünə çətin yol keçmək asan gələcəyə doğru deməkdir. Yəni asan gələcək. Bu çətinliyi keçməsən, çətinlik olmasa, heç vaxt asan nəyisə əldə edəməzsən. Biz o çətinliklərdən keçmişik. Nahid Əsədovdur, Anar müəllimdir, Fariz müəllimdir, Rami müəllimdir, hamısı. Bu yolları keçmişik bir-bir. Bu çətinliklərin öhdəsindən gəlmişik uşaqlar. Bugünkü zallarda görürəm ki, uşaqlar gedir, deyir, yox, otaqda kombi yoxdur, atapleniya yoxdur, qızdırıcı yoxdur, mən bu uşağımı bura qoya bilmərəm. Gəldik bu T8 layihəsinə, Rəhim müəllim, yenə deyirəm, Kickboks Federasiyasının Rəhim müəllim, müəyyən təşkilatçılar var burada, sağ olsunlar. T8 layihəsini çox sevindirici, bizim davamımız, yəni olan bir layihə olduğu üçün həm də adı oxşardı, bizə D8 idi, 8 döyüşçü deməkdir, indi T8, 8 Turan dövlətinin, mən bildiyim qədər adı ilə bağlıdır. Uğurlar arzulayıram, qoy güclü qalib gəlsin. I smile. 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 Thanks to Lovely Dent Clinic.
Rauf burada biraz təvəzzökarlıq elədi, demədi də. Rauf bir neçə və kickboksdan Respublika birinciliyin qalibi olub, sonra həm də Respublika çempionu da olub. Eyni zamanda Muay Thai-dan 7 dəfə Azərbaycan çempionu, 7 və 8 Azərbaycan çempionu olub. Avropa ikincisidir Muay Thai-dan, IPMA versiyasından. Özdə finala qədər bütün döyüşləri Rauf nokautla edib. Finalda Atakan var, məşhur türk döyüşçüsü var. Atakan'dan vuruşu var. Atakan da şota salıb Rauf. Sadəcə Rauf'da burun çəpərində əlillik vardı ki, mən ona həmişə tapşırım oldu ki, üçüncü raunda qədər işi həll elə qutardı. Yəni, ondan sonra Rauf'da nəfəs çətinliyi var. O strukturda olan qaydalarla məşq etmişəm. Məsələn, onlara su falan, yəqin ki, deyərlər, məşq prosesi ki, bu şeyə düşəcəksiniz. Və deyim ki, Nahid Rauf'dan yaşda balacadır, amma məsələn, Nahid sonra mənə deyir ki, müəllim, qoymadınız Nahidi vurum, vaxtını gözünün onu alam. Sonra gəlirlər elə yaşı çatlayı çəkiyə ki, Nahid vaxtını qoymadınız deyir ki... Yəni, bunlar vuruşmadılar? Bunlar, yox, bir-birinə qarşı olmayıblar. Balacadır. Yaş məsələsi. Rauf, onu dedim ki, ağıllı texnik. Veteranlardan Bəşirə yoxurlar da, veteran. Olar. Onların bir məşq yoldaşı da var, İlkin Şirinov, indi burada yoxdur. O da çox, o D8-də 3 tələbə məndən iştirak edirdi. 3-də Elşən müəllimdən. Bunlar ona görə yox ki, ona Respublika seçilmiş idmançıları idi o vaxtlar orada. Elşən müəllimdən Kamil Şərifov, Araz İsmailov və Ramin Səlimov da. Üçü və digər o 2 nəfər idmançılarımız da bizim Pərviz Abdullayev, o da talantlı bir idmançıdır, yoxdur burada, Kobra. Orada Xəyal yoxdur burada, Naxçıvan İdman Klubu. Fəxrəddin müəllim tələbəsidir. Xəyal da tank, həqiqətən elə tank kimi... Tank kimi hərəkət edir. Bəli, hərəkət, ona görə ləqəblər də elə qoyulmamışdım. Demək istəyirəm ki, Rauf'un nəticələri var və o yarışdı da. Hətta Rauf bir etapda, mən deyim buradan şeydən kənar, bir günləri bir dostumuz var. Mənə bildirdi ki, o 3 uşaqdan o yarışdan sonra ki, birin mənə istəyirəm yanımda olsun. Və sual verən ki, kimi seçsən, öz fikrində tutmuşdu, yazmışdı kağıza, üçünü də mənə göstərdi. Mən dedim Rauf'u, dedi ki, niyə Rauf? Dedim ki, Rauf çünki dil bilgiləri də, kompüter bilgiləri də var. Nahid döyüşçüdür, amma Rauf bilirəm ki, çünki Rauf'u mən 10-cu sinifdə, 9-cu sinifdə idmana dedim ki, sən oxu təhsilinlə, universitetə qəbul ol sonra. Rauf 2 il, hətta universitetə hazırlaşa gəlib o məşqlərini dedib. Həmin ildə də Azərbaycan çempionu. Həmin ildə nəticə də verib. Və yüksək ballanda X-11-cinə Rauf qəbul olub, qutarıb və... Adamın duruşundan baxana bilmək olur da, yəni şahmatda oynayır, nədir, seslər oynayır da, yəni hər tərəfli olmadı. Həyatda ümumiyyətlə, həm idman, o deməyə deyil, mən gənclərə tövsiyə edirəm ki, savadlı idmançı olmaq başqa bir şeydir. Həm savad olsun ki, gələcəkdə idman müəyyən yaşa kimi insana, veteran olsaq da, yaşımız müəyyən, indi ringdə döyüşən vaxtlarımız deyil bəzi indi. Bizdən 5-6 yaş böyük insanları. Amma məsləhət görərdim ki, gənclərimizə məsləhət görərdim, həm də dərslərini, həm də maariflənməsini güclü eləsinlər. Güc o demək deyil, qolda güc olsun, başda da güc olmalıdır. Mənə gəlir ki, idarə sistemində həm güc olmalıdır. Ləqəb də özünə görə qladiator. Ləqəbim də döyüşdə çıxdığım bütün ləqəblər qladiator ləqəbi olub. Filmdən sonra olub, yoxsa filmdən qabaq? Mən qladiator döyüşünə, ümumiyyətlə, belə deyim, yox idi da? Var idi, var idi. Maksimus. Mən baxmışdım, sadəcə adım məşqçim tərəfindən təyin olundu. Rəhim Abbasəliyev sağ olsun, mənə adı təyin elədi, ləqəbimi daha doğrusu o təyin elədi, xoşuma gəldi. Həm də uyğun oldu. Elə bir ki, içimdə yaddan çıxan bir, necə deyim, ada sevgim, ehtiyacım vardı o ada. Onu verdi sənə. Məsələn, legenda, gladiator, bu sözləri. Görürsünüz, bu ləqəb istər-istəmə çox böyük rol oynayır da, həqiqətən. Mən, Rüfət mən, burada bir giriş deyirəm. Mən istəyirəm, biz ümumiyyətcə bu Qafqazlılar da, məsələn, Azərbaycan döyüşən bir millətiyik. Ona görə bu döyüş növü də bizim, məsələn, Ruslan müəllimlə müzakirə edik, rəng tonlarını seçirdik də, biz səhifənin açılmasında şans rəng ton. Və atdım bir neçə rəng, axırda saxlaydım onu ki, yox, test edirdim. O atanın dedi ki, hə, deyirəm, niyə var? Bizim genetikdir rəngimizdə. O səhifədə həqiqətən var. Rauf babası Azad müəllim mənə bizdən babasıdır da, yaşlı çox böyükdür və həmişə şahmat, nərd oyun oynadı. Bir həyətdə qalırdıq. Elə gəlib çatan kim deyir ki, bir tas ataq get və Azərbaycan gimnastikasının, həm də güləşdən 2 idman növündə çox bir nömrə idmançısı olub. Əməkdar idman ustasıdır. Azad gimnastika ilə şeydə. Həm gimnastikada.
həm də şeydə o vaxt SSR yarışlarında çempionatdan iştirak edib yaxşı nəticə verdi. Bildim belə gimnastika nə? Güləşlə. Daha qardaş gimnastdır da, güləşdə elastik taxı yəni Deyirəm Azad müəllim, bəs siz də o vaxt da özü də Raufun bütün yarışlardan gəlib izləyirdi. Hətta sonra o Raufun səhvləri məndən müzakirə edirdi. Elə bir həvəskar, yəni elə bir dəstək vardı. Məsələn, Nahidə dayısı tərəfindən dəstək vardı. O Rainbow ləqəbində o vermişdi. Nəyə görə? Çünki yumurtanın qabıqlı yeyirdi. O Rocky kinosunda da baxır, Rainbow kinosunda baxırlar ki, Rainbow da yeyir də. Səhər duranda. Hə, o da Rocky-li. baxıb indi şahmatı elə baxırlar ki, Nahidə. Ancaq məsələn qabığında da xeyir var ha. Əsas vitaminlər qabığındadır. Bir dənə qardaş bizim dostumuz var. Rusiyadan gəlib bizim dəstək olmağa. Hər şeydən öncə mən motivator komandasına təşəkkür edirəm. Çox sağ ol qardaş. Yəni bu təşkilatı dəstəyi verdiyinə görə və bizim keçmiş D8 yarışının iştirakçılarına və bizə qoşulduqlarına gələcəkdəki T8 yarışımıza dəstək verdikləri üçün təşəkkür edirəm. Burada mən bir-iki məqama, yəni bu yarışların sosiolojik, psixolojik, ideolojik yönlərinə vurğu eləmək istəyirəm ki, bizim gənclərimizə bu bir motivasiya versin. Onlar özləri də görürlər ki, bu idmançılar nəyə görə həyatdan nailiyyət əldə edirlər. Yəni bir insan ola bilər ki, zəngin ola bilər ki, böyük bir kəşf eləyə bilər. Amma bunları tez bir zamanda itirə bilər. İndi adını xatırlamadığım bir idmançı var. Deyir, siz qalibiyyətlərinizi nəyə borclusunuz? Deyir ki, mən məğlubiyyətlərimə borcluyam. Yəni məğlubiyyətlərim olmasaydı mən qalib ola bilməzdim. İdmançılarda həmişə bir ruh var ki, tutduqları şeydən, yəni yoldan əl çəkmirlər. Onlar həmişə mübarizə aparırlar ki, onu əldə eləsinlər. D8 yarışından sonra, məsələn, Azərbaycanda o vaxtı televiziya məkanında şou ruhlu proqramlar az idi. İnsanlar o yarışa baxdılar və cəmiyyətdə tək idman cəmiyyətində yox, bütün Azərbaycan cəmiyyətində böyük bir rezonans yaratdı və bu uşaqların idmana qoşulmasına, idmanla məşğul olmasına bir töhfə verdi. Və biz bunu indi belə deyək, bunun bir sosiolojik araşdırmasını aparsaq görək ki, o vaxtı, o cür, yəni belə deyək də, o dönəm biraz çox çətin bir dönəm idi. Nə qədər biz insanlarımızı, gənclərimizi bəlkə də pis vərdişlərdən qoruduq. Və T8-in də bu gün yaranmasında biz oturub planlayanda, yəni onun da bir o planın da bu layihənin bir çıxış nöqtəsi var. Bəlkə də bir başqa proqram vaxtında bunu bir müzakirə edərik. Bugünkü Azərbaycanın bugünkü vaxtını, bugünkü vəziyyətini nəzərə alaq. Nəyə görə? Dövlətlər var ki, bugün artıq inkişaf ediblər, hər cürə güclüdürlər, amma onlarda sadəcə insan ruhu yoxdur, insan faktoru yoxdur, döyüşkənliyi yoxdur. Biz bunları nəzərə aldıqca biz də gələcəkdə güclü dövlət olacağıq, güclü ekonomik gücümüz olacaq, amma insanlarımızı biz o dövlətlər kimi gənclərimizi ruhlandırmaq lazım. Xərcləyə bilmərik. Bugün sosial mediada, internet məkanında bizim gənclərimizi artıq özünə cəlb edibdir. Biz idmanla onları artıq biraz ayırtmalıyıq ki, geri dönüş olmalıdır, bəli. Bəli, ayılın. Yəni bu siz idmanla məşğul olaraq siz bu sosial məkanı daha səmərəli istifadə edin. Boş mövzulara baxmayın, boş işlərlə məşğul olmayın. Bəli. Yəni ona görə də buradakı nailiyyətlərə baxaraq, insanların nailiyyətinə baxaraq, yəni gənclərimizə bunu biz çatdırmağa çalışırıq ki, siz idmançıların nailiyyətinə baxın ki, o nailiyyətləri əldə tuta biləsiniz. O mübariz ruhu siz də qazana bilərsiniz. Gələcəkdə dövlətimizi, milli ideologiyamızı qoruya biləsiniz. Yəni ki, məhv olmasın. Ekonomik olaraq inkişaf edə bilərsiniz, amma bu milli ruhu tutmaq lazımdır. İdmançılarda da bu həmişə var. Nəyə görə? Bayraq sevgisi, dövlət sevgisi, milli mənəvi dəyərlərə bağlılıq var. Mən buradan gənclərimizə nəyə arzu edirəm? Mən bir, necə deyərlər, dünyada çox sferalarda özünü sınamış bir insan olaraq deyə bilərəm ki, nəyisə maddi olaraq əldə edə bilərsiniz. Onu qorumaq üçün güc lazımdır. Həqiqətən fiziki güc lazımdır. Ona görə də mən xüsusilə gənc oğlanlara və gənclərimizə tövsiyə edirəm ki, idmanla məşğul olmaq və kitab oxumaq. Siz əgər bu iki
iki sahəyə diqqət etsəniz, yəni bu iki sahə üzərində sizin həyatda bacarmayacağınız bir sahə olacaq. İstər idmanda, istər biznesdə, istər şəxsi həyatda. Yəni hamısı bir-birinə bağlıdır yəni. Bəli, bu bir-birinə bağlıdır və bu idman mübarizlik ruhunu kitabda oxumaq da, yəni sizi bilgili olmağa sövq eləyəcəkdir. Ona görə də biz bu T8 layihəsinə qərar verdik ki, eləyək. Həm gənclərimizə, həm cəmiyyətimizə, həm dövlətimizə bir yardımcı olaq, dəstək olaq. Biz də bacardığımız bu qədər. Və bu layihədə iştirak edən, T8 layihəsində iştirak edən gənclərimizin də bir 15 il sonra bax belə bir xatirələri olsun ki, İnşallah. Bu ənənəvi bir proyekt kimi olsun da. Bəli, bu ənənə davam olsun. Mən bu yarış T8 yarışında iştirak edən bütün idmançılara uğurlar arzulayıram. İndi hamının favoriti var. Mən hamısına uğurlar arzulayıram. İnşallah onlar cəmiyyətin gözləntisini, onların valideynlərinin gözləntisini və bizim gözləntimizi doğrulayacaqlar. Və buradan bütün kollektivə, bütün dostluğa, hamıya, bizim kollektivə, hamıya başda Adil müəllim olmaqla təşəkkür bildirirəm və Adil müəllimə öz adımdan təşəkkür bildirirəm ki, niyə? Çünki bu illər ərzində 30 ilə yaxındır ki, nə qədər idmançı, tək kickboksdan söhbət getmir. Bizdə də olub ki, neysə biz xahiş eləmişik, Adil müəllim həmişə bizə dəstək olub, hansı bizim öz işimizdə, yəni söhbət gedir mənim özümdən və illər boyu burada oturan adamların hər bir insanın həyatında, həm idmanında və bugünkü gün işində, gücündə də Adil müəllim hamıya dəstək olub və onu həmişə qeyd eləmək lazım. Gəlin Adil müəllimdən ürəkdən alqışlayaq, sağ olsun. Bu gənc idmançılar üçün də böyük bir motivasiyadır. Yəni belə insanların olmağı. Və buradan mən yer gəlmişəm, Orxan müəllim də bizim federasiyanın prezidenti salamlarımızı çatdırırıq. Və Adil müəllimə təşəkkür edirik ki, elə bir insana federasiya prezidenti təyin edib. Həqiqətən də hər bir idmançıya dəstək olur və çox belə səbrlə, təmkinlə və ona görə təşəkkür edirik. Bu müzakirə edəndə o mənə may ayında bildirdi ki, belə may yasınmansa bir yenilik, nəyisə bir yenilik edək. Oldu Orxan müəllim, mən onun üstünə işləyərəm. Və işləmə nəyə görə T8? Bu bilirsiniz, indi hazırda 44 günlük müharibədən sonra artıq bizim Turan dövlətləri birləşib və cənab prezident də ən yüksək səviyyədə buna dəstək verir və birliyi yaratdı. İndi buranın Azərbaycan biz seçmə, Azərbaycan çempionatında biz seçdik ən güclüləri 70 kiloda və elə idmançılarımızla vuruşmurlar, amma peşəkardılar, onlar ancaq peşəkar yarışlar vurur. Onları da dəvət etdik bura və 80 kiloda da 4-lü elədik. Əsas 70 kilonun qalibi, biz belə bunu düşünürük, planlaşdırıq ki, Azərbaycan bu Grand Prix-nin qalibi və bir neçə ay sonra biz planlaşdırıq ki, bunu Qarabağımızda gözü olan Xan kəndində 8 türk dövlətinin iştirakı ilə onun keçirək həm türk dilli dövlətlərin də hərəsindən bir idmançı olmalı, o cümlədən bizim qaliblər orada iştirak etməklə və Grand Prix keçirək və bu da ənənəvi şəkildə hər il o türk dövlətləri də 8-ci keçirib qaliblərin hazırlasınlar ki, indi yəqin ki, bundan sonra bu işlər proseslər gedəcək. Bizim indi uşaqlar püşratma olacaq, sonra onlar bir-birinə idmanda olur da, təbii ki, sözlərini deyəcəklər, kim güclüdür, kim güclüsüzdür və ona hardan vuracaq, niyə vuracaq, udarını çəksin. Bu idmanda biz bunu həm də sizə təşəkkür edirik ki, dəstək oldunuz. Biz bunu ictimaiyyətə, cəmiyyətə çatdırmaq üçün sosial şəbəkə bu gün bir nömrəli vasitədir ki, burada bizim gənclərimiz, yetişənlər bilirsiniz, son dövrlərdə belə bir şey yoxdur. Ancaq uşaqlar istəyirlər ki, elə hansısa bir asan yol nədir? Müğənni olmaq və bununla şou yaratmaq. Və onlar görsünlər ki, idmanla da sağlam, gücə olaraq da şou da yaratmaq olur. Peşəkar idman özü şoudur. Yəni bu, biz idmançılara həmişə o vaxtda mən hər ikisinə, muzika seçəndə də, o birisində də, burada muzika, geyim, hamısı performans göstərməlisən publikaya ki, səni sevsinlər. Bəzən bir söz, bir səhvən deyilmiş bir sözdə görürsünüz, hamının diqqətini çəkir. Ajataj yaradır. Amma biz burada o etikanı da gözləmişik. Bax, bayaq mən anar qardaşımızı çəkdim nümunəsi. İdmançı həm də bir cəmiyyətdə bir nümunə olmalıdır. Ruslan müəllim bayaq dedi, cəmiyyətdə bir sağlamlığı ilə, davranışı ilə, yəni bunlarla idmançı həyatda bir nümunə olmalıdır. Və biz onu da çalışırıq ki, bizim gənclərimiz təhsil alsınlar, təhsilli idmançı olsunlar. Çünki idman da bir yerə qədərdir. Baxın, Nahidin boyun 39 yaşı var, Nahid polis mayorudur. Vaxtilə bu deyilmişdi. Vaxtilə Nahid də istəyirdi ki, asan yol getsin, amma biz orada qarşısına alırıq ki, bu yolu getmək lazımdır. Bu yolun İstərsən o ərəfələrdə, o vaxtlarda
yəni o kriminal, o məsələn, yəni hamı burada bilir də, yəni bu realdır da. Hər adamın dostu var, yaxşı oğlanlardılar. Ancaq ki baxırsan ki düzgün istiqamət götürülmür də məsələn. Və idmançılara daha çox yamsılanır və idmançını daha çox cəlb edirlər. Bəli, o çox düz. Çünki var pul, var idmançı da. Bu idmançı idmanı ilə məşğul olmalıdır. İdmanı ilə məşğul olmalıdır, bəli. Ona görə Allah sizə var eləsin. Yəni Allah sizə can sağlığı versin. Bizim də necə deyirlər, gücümüz nəyə çatır, imkanımız nəyə çatır, biz həmişə idmançılarımızın yanındayıq. Belə də davam eləyəcəyik motivator komandası. Maraqlı materiallar. Ona görə deyirəm ki, siz də aktiv olun, sizə də göndərilir, siz də paylaşın ki, onlar üçün də motivasiya olsun. Çox sağ olun, sağ olun. Sağ olun, təşəkkür edirəm.